Salam əziz müəllimlər. Bugün sizinlə bir yerdə fincan hazırlanmasını öyrənəcəyik. Tinkercad platformasında necə fincan hazırlanır. Əvvəlcə sağ yuxarı küncdə gördüyünüz klik düyməsinə vurmaq lazımdır. Baxın plus düyməsinə. Vurdunuz. Klik düyməsinə vurduqdan sonra ekranda 3 bölmə gələcək. Həmin o bölmədə 3D dizayner seçirsiniz. 3D dizayner seçdikdən sonra əgər belə bir səhifə açılmırsa, internetinizin zəif olduğu deməkdir. Zəhmət olmasa internet şəbəkəsini yoxlayın. Əks halda belə bir səhifə açılır. İlk növbədə nə edirsiniz? Yarım paraboloid, yəni paraboloidi götürürsünüz. Yarım yumurtaya bənzəyir bu fiqur. Bu fiquru duplikatını çıxardırsınız. Duplikat sol yuxarı küncdə 3-cü düymədir. Duplikatını çıxartdıq. Duplikatını çıxartdıqdan sonra klaviaturadan Ctrl yuxarı düyməsini bir neçə dəfə sıxırıq. Ta ki bu səviyyəyə gəlib çatana qədər. Yaxşı olar ki, hər dəfə modelin üzərində dəyişiklik edən zaman platformaya 360 baxasınız. Bəzən müəllimlərin səhv etdiyi hissə bu olur. Platformaya 360 baxmadıqları üçün qruplaşdırma zamanı ortaya bəzi problemlər çıxır. Duplikatını çıxartdıq. Fiqurumuzu yuxarı qaldırdıq. Fiqurumuzu Ctrl yuxarı düyməsindən yuxarı qaldırdıq. Yenidən xatırladıram. Yuxarı qaldırdıqdan sonra baxın, üstdəki fiquru şəffaf edirik. Yəni hold düyməsini sıxırıq. Hold düyməsinə sıxdıqdan sonra İkisini eyni anda seçirik. Eyni anda seçirik hər ikisini və sonra qruplaşdırma düyməsini, qrup düyməsini sıxırıq. Qrup düyməsini sıxan zaman modelimiz kəsilir, bu şəkildə görünür. Artıq görürsünüz, fincanımızın gövdəsi hazırdır, amma başı aşağı şəkildədir. İndi bunu simmetriya düyməsi ilə çevirmək lazımdır. Modelin üstündə mausun sol düyməsini bir dəfə sıxırıq. Simmetriya düyməsinin üzərinə, mirror düyməsinin üzərinə gəlirik. Və mirror düyməsini sıxanda bizə belə bir 3 ox verir. Biz baxın bu oxdan istifadə eləyəcəyik. Çünki fiquru müstəviyə nəzərən çeviririk. Çevirdik. Çevirdikdən sonra artıq fincanın qulp hissəsini yaratmağın vaxtıdır. Bunun üçün fiqurların arasında torus, yəni halqa olan fiquru tapıb götürürük. Həmin fiquru götürdükdən sonra, baxın, iki başlı belə oxlarımız var. Həmin iki başlı oxlara sıxıb, həmin torusu 90 dərəcə altında çeviririk. 90 dərəcə altında çevirmək üçün yenidən göstərirəm. Fiqurun üstünə vurursunuz, iki başlı oxu vurursunuz. İki başlı oxu vuran kimi bizdə rəqəm qutusu çıxır. Ora 90 yazırsınız. Okey vurursunuz. Vurdunuz. Amma bir problem var. Fiqur çevrilib, amma platformadan alta keçib. Onun üçün nə edirsiniz? Fiquru seçirsiniz. D düyməsini, D hərfini klaviaturadan D hərfini sıxırsınız. Baxın, qalxdı platformadan yuxarı. İndi məsələ gəlir bu fiqurları eyni düz xətt üzrə düzməyə. Hər iki fiquru seçirik, align düyməsini sıxırıq. Align düyməsi budur. Align düyməsi bizə bir neçə imkan tanıyır. Deyir ki, əziz istifadəçi, sən bu xətt üzrəmi quraşdırmaq istəyirsən onları? Bu xətt üzrə belə, belə, belə. Bizə baxın, bu oxlar heç biri lazım deyil. Bizə lazım olan ox ya budur, ya da ki bu. Elə bu ox üzrə, ortadakı ox üzrə quraşdıraq. Başlayaq qulpumuzu yerləşdirək gövdə hissəsinin içərisinə. Klaviaturadakı hərəkət oxlarından istifadə edək. Gövdənin uzunluğunu biraz artıra bilərsiniz. Bu zaman bəzi düzəlişlər eləmək lazımdır. Qulpu biraz çölə çıxarda bilərsiniz. Qulpumuz çox aşağıdadır və
məntiqi cəhətdən bunun içərisinə su tökəndə əyilmə baş verəcək deyə qulpu biraz yuxarı qaldırırıq. Kontrol yuxarı düyməsini bir dəfə sıxırıq. Sıxdıq. Görürsünüz? Qulp hissəsi qalxdı yuxarı. İndi gəlirik bunun içini boşaltmağa. İçini kəsib götürmək üçün gövdə hissənin, yalnız və yalnız gövdə hissənin duplikatını çıxardırıq. Çıxartdıq. Kontrol yuxarı düyməsini, duplikatını çıxartdığımız hissəni yuxarı qaldırmalıyıq. Ona görə kontrol yuxarı düyməsini bir dəfə sıxırıq. Sıxdıq. Yuxarı çıxan bu hissə var ha? Həmin bu hissəni şəffaf edirik. Görürsünüz, şəffaflaşdı. İndi isə son mərhələdə hamısını birdən seçirik və qruplaşma düyməsini sıxırıq. Bu hal sizdə yalnız və yalnız internet zəif olan halda baş verir. Qırmızı, kənarları qırmızı. Amma biraz gözləsəniz keçir. Baxın, artıq fincanımız hazırdır. Siz istədiyiniz kimi fincanın üstündə modifikasiya apara bilərsiniz. Üstünə hərf yazıb, bəzi müəllimlərin səhv elədiyi hissə nədir? İçini kəsir, sonra üstünə gətirib hərf yazır. Baxın, artıq bu səhv addımdır. Niyə? Çünki siz içi kəsilmiş bir modelə kənardan gətirib hərf yerləşdirsəz, onun içərisində hərfin digər hissəsi görünəcək və eybəcərliyi ortaya çıxacaq. Yaxşı olar ki, qulpu da, üstünə qoyacağımız hərfi də qoyasınız. İçini ən sonuna kəsəsiz ki, içindəki bütün artıq çıxıntılar elə kəsilən zaman geçsin. Bu qədər əziz müəllimlər. Hazırladığınız modeli də yadda saxlamaq üçün, kompüterin yaddaşında yadda saxlamaq üçün eksport düyməsini seçib STL düyməsini vurursunuz. Yox, Tinkercad platformasının özündə hesabınızda saxlamaq istəyirsinizsə, elə burada Tinkercad logosu olan düymə var. Həmin loqonu sıxırsınız. Baxın, Saving Your Word. İşiniz yadda qalır. Bu qədər əziz müəllimlər. Gördüyünüz kimi işimiz buradadır.